Bəşəriyyət min illərdir ki, bir hekayəni müzakirə edir. Buynuzlu, qırmızı dərili, əlində çəngəl tutan və cəhənnəmdə hökmdarlıq edən o məşhur varlıq. Amma məsələ burasındadır ki, bu təsvirin dinlərin orijinal mətinləri ilə heç bir əlaqəsi yoxdur. Əslində biz mifologiya və populyar sivilizasiya tərəfindən uydurulmuş karikaturadan qorxuruq. Tarixin tozlu vərəqlərində mənzərə tamamilə dəyişir. Orada müstəqil bir şeytan yox, ilahi sistemin fəaliyyətini təmin edən vacib bir vasitə görürük. Əgər şeytan iddiası olmasaydı, ilahiyyatın böyük bir hissəsi bu gün fəlsəfi olaraq yaşaya bilməzdi. Uzağa getməyək, tək Allahlığın köklərinə, Yahudiliyə qayıdaq. Tövratda, yəni Yahudi inancında, şeytan müstəqil bir güc deyil. İvrit dilində Satan sözü varlığın adı deyil, sadəcə mane olan deməkdir. Maraqlıdır ki, qədim Yahudilikdə xeyir və şərrin yeganə mənbəyi Tanrı idi. Yeşaya kitabı 45-ci bölüm 7-ci ayədə Allah çox kəskin bir ifadə verir. Uğur gətirən, bəlanı, yəni şərri yaradan mənəm. Burada şeytana yeri yoxdur. Bəs o hardan peyda oldu? Əyyub kitabı 1-ci fəsildə şeytanın mələklərlə birlikdə Allahın huzurunda görürük. O Allaha qarşı üsyan edən düşmən deyil, Allahın sadiq xidmətçisidir. Bu insanların imanını sınamaq vəzifəsi olan böyük bir ilahi prokurordur. Əgər Allah buna icazə verməsə, şeytan barmağını belə tərpədə bilməz. Çünki o dövrün inancına görə Allahın rəqibi ola bilməzdi. Bəs bu prokuror necə mütləq şər hökmdarına çevrildi? Cavab fəlsəfədə gizlidir. Bəli, şər problemi. Hristiyanlıq Roma dünyasında sistemləşdirildikdə ilahiyyatçılar bir paradoksla qarşılaşdılar. Əgər Tanrı mütləq xeyirxahdırsa, bu dünyadakı ağrı, qəddarlıq və çik hardan gəlir? Əgər Allah hər şeyi yaradıbsa, deməli o şərri də yaradıb. Bu sual tək Allahlığı sarsıtdı. Və bununla şeytana müstəqillik verildi. O artıq Allahın işçisi deyil, ona qarşı üsyan edən mələk Lusifer idi. Bu üsyan təfərrüatları müqəddəs kitabın Vəhiy 12, Luka 10-cu bölüm 18-ci ayəsində bildirilir. İslam inancında şeytan, yəni iblis fərqli bir ölçü qazanır. Quran onu mələklərdən fərqləndirir və onun cin olduğunu vurğulayır. Kəhf surəsi 50-ci ayədə buna nəzər sala bilərsiniz. Niyə? Çünki mələklərin iradəsi yoxdur, cinlərin isə iradəsi var. Şeytanın hekayəsi səmavi dinlərin ən böyük dramıdır. Onun mənfi cavabı, məni otdan, onu isə palçıqdan yarattın deməsi, əslində teolojik əks sədanın ortaya çıxmasıdır. Bunu Ərraf surəsi 12-ci ayədə görə bilərsiniz. Amma bunun fəlsəfi tərəfi də var. Həllac Mənsur kimi sufilərə görə iblisin bu hərəkəti tövhid aşiqinin hərəkəti idi. Amma bunun fəlsəfi tərəfi də var. Həllac Mənsur kimi sufilərə görə iblisin hərəkəti tövhid aşiqinin hərəkəti idi. O Allahdan başqasına səcdə etməkdənsə cəhənnəmdə yanmağı seçdi. Bu radikal təsvir bizə göstərdi ki, şeytan öz daxilində böyük bir iradə və sədaqət paradoksu ilə qarşılaşır. İslamda şeytanın heç bir fiziki gücü yoxdur. İbrahim surəsi 22-ci ayədə deyilir. O sadəcə dəvətçidir. Qərar verəni isə insanın özüdür. Gəlin bütün ilahiyyatı kənara qoyaq. Psixologiya baxımından şeytan kimdir? Məşhur psixoloq Carl Gustav Jung hesablamışdı ki, şeytan insanın öz daxilində qəbul etmək istəmədiyi qaranlıq tərəfidir. Yəni öz kölgəsidir. Bəşər tarixi boyunca törətdiyimiz cinayətlər, müharibələrə və vəhşiliklərə görə məsuliyyət daşıya bilmədiyimiz üçün bu yükü daşımaq üçün uydurma bir fikir yaratmışıq. Şeytan insanın öz günahlarından yaxa qurtarmaq üçün istifadə etdiyi ən böyük psixoloji qalxandır. Öz qaranlığımıza baxa bilmədiyimiz üçün həmin qaranlığa bir ad veririk və ondan qorxuruq. Şeytanın minillik təkamülü əslində onun insanın daxilini azadlığını və qorxularını necə rəsmləşdirdiyini tarif edir. Hansı şeytan sizin içinizdədir? Fikirlərinizi şərhlərdə yazın, müzakirə edək. Kanala abunə olmağı və araşdırmanı bəyənməyi unutmayın. Yeni videolarda görüşənədək.